O gündən ki, vətənim Usruşandan ayrılmışam, mən bu İslam dünyasında qəribəm. Ürəyim sinəmdə qəribdir. Sirrim və əsrətim ürəyimdə qəribdir. O köhnə əsrətim ki, həqiqətə çevriləndə qədim İranı ayağa qaldıracaq. Xosrov və Nuşravən əyyamını geri qaytaracaq. Ərəb xəlifələrin hakimiyyətinə son qoyacaq. Bunun üçün mənə böyük Babəklə ittifaq lazımdır. Sasani şahların nəslindən tərki dünya bir qoca var. Dağlarda ömür sürür, o müqavvanı İran taxtında oturtsaq, ad onun olaraq ixtiyar bizim. İran mənim olar, Azərbaycan sənin. Afşin, Babək 20 il ərəb xəlifələri ilə ona görə vuruşmayıb ki, axırda İran taxtında bir müqavva oturtsun. Sənin can attığın möhtəşəm keçmiş, yaxud Adil Ənuşravan əyyamı bir nağıldır mənim üçün. Məyər sənin can attığın böyük gələcək yaxud bərabərlik dünyası bir nağıl deyilmi uşaqlar üçün? Əgər ədaləti keçmiş birinci yalandırsa, ədalətli gələcək ikinci yalandır. Əgər istəyirsən başın çiğni üstə salamat qalsın, sən də mənim kimi zahirdə xəlifəyə baş ay, sonra ürəyində gülərsən. Üç böyük dinin üç tanrısına ki üçü, tək bir şeytanın ötəsindən gələ bilmir. İnan və əqidə mənim üçün qumar daşı deyil, Afşin. Mən o mərama inanmışam ki, o mənə ya ölüm deyir, ya da azadlıq. Nədir bu dönməzlik? Nədir bu inat? Siyasət meydanına atılan hər bir kəs gah ilan olmalı, gah aslan. Düşün dediklərim barədə, bir də görüşək. Əgər bugün qılınclarımızı birləşdirməsək, sabah ya sən məhv olacaqsan, ya mən. Haqlısan. Ya xəlifənin qara bayraq altında sən məhv olacaqsan, yaxud xürrəmlərin qırmızı bayraq altında mən.